olmayaraq təbiət etibarilə qadının kişidən zövq alması, kişinin də qadından zövq alması mütləqdir. Bu, onun əri, arvadı olması demək deyil. Yəni, ümumi küçüyə çıxanda kişi 100 dənə qadın keçirsə, onun bir 10'unu görüb ani zövq almalıdır. Eləyində də qadın və ona görə də cəmiyyətin ümumi seksual enerjisi gərgin olmamalıdır ki, bizim uşaqlarımız təhlükəsizlikdə olsun. Bunu dəfələrlə izah eləmişəm sizə ki, necə Türkiyədə hər 5 uşaqdan 3'ü cinsi istismara məruz qalıb ki, əhalisinin böyük əksəriyyəti dindardır. Bizdə bu başqa formadadır və daha azdır. Çünki bizdə din olmayıbdır. Və bu günləri inciməsin məndən Cənub zonası. Cənub zonasından gələn pasiyentlərimin əksəriyyətində cinsi istismar faktları var. Niyə? Çünki ora dindardır. Yəni, əziz dini qeyrət sayan insanlar, sizə izah edəndə ki, insanlar heç vaxt digər insanların hormonal, bioloji, psixoloji ehtiyaclarına baskı edə bilməzlər. Baskı edəcəkləri halda ən pis mənzərələrlə qarşılaşarlar. Yenə deyirsiniz ki, yox, din olmasa əxlaq olmaz, din olmasa, nə bilim, hər şeydən gedər. Və biz də sizə Sovet dövrünü xatırladırıq ki, Sovet dövründə ateist idi hər kəs, amma... Əvvəla Allah şəhvəti idarə etmək üçün rahat yol buyurub, sən narahat olma. Deyirsən ki, Türkiyədə dindarlar belə gəldi, belə getdi. Ondansa de ki, Elxan Nəbiyev demişdi, hər il Quranı ad gün edəcəyəm, Quranı yandırırdı. Amma axırda öldü, rədd olub getdi, gələnə qalmadı. Sənin cənub bölgəsi ilə işin olmasın, eşidib edərlər, sənin üçün pis olar. Dinsiz əxlaqın nə mənası var? Deyərəm, amma sən nə biləsən din nədir? Onu da deyim ki, Sovet dövründə hamı ateist olmayıb. Nəysə sən danışdıqca daha çox batırsan. Belə boş-boş videolar çəkməkdənsə, get biraz yemək ye, biraz kökəl. Elə bil, Kel Oğlan cizgi filmindəki cadıya oxşayırsan.